Dar vəziyyətinizdə sizə ananız daha çox batar, yoxsa atanız? Təbii ki, anam. Ananızı zəng eləyəcəksiniz, məbləği mən çəkəcəm. 200 manat pul istəyəcəksiniz. Hesabda qalmısınız, paltar alırsınız, pulunuz çatmır. İndi onu özünüz seçərsiniz. Əgər 200 manat atsa, məndən 200 manat qazanacaqsınız. Zəng eləyək. Eləyək. Ana, nə edirsən? Sağ ol qızım, sən nə edirsən? Yaxşıyam, çox sağ ol. Ana, mən mağazadayam. Üzerimdə o qədər pul yoxdur da. Mənim kartıma 200 manat ata bilərsən? Başlamaq xeyra. Bala, dünən atdım, sırayən atdım. Sən bu qədər pulu nə edirsən? Ana, lazımdır, vacibdir. Lazım olmasa Ay istəməzdim bala, də. sən hər dəfə pul istəyirsən, hər dəfə anam bankirdirmi, bankirdirmi? Sağ qurban olum. Ana, çox Nə qədər vacib. lazım? 200 manat. Yəni 100 manat atsan da olur, amma çox vacib lazımdır da. Yəni Bura bax, o gün mən hardasam sənə 650 manatlıq qızıl almışam. Git sat onu apar. ana, bu dəqiqə harda satım, qurban olum. İndi lazımdır axı. O qədər yoxdur axı üstümdə. Tapa bilməzsən, ana. Ha, sənsən də balam, başımın bəlasısan sən mənim. İndi bu dəqiqə atmaq lazımdır da, ana. Çox vacib lazımdır. Mən işdəyim hal-hazırda, indi hardan atım? Necə yəni hardan atım? Ata bilməzsən ki, indi ki nəsə tapım. Tamam, kartına atarım. İndi atırsan da bu dəqiqə. Ay bala, mən hardan alım o boşda pulu? Bu dəqiqə işdəyəm, hangi üstündə oturmuşam. İşdən çıxandan sonra hər söz deyirəm ki, aparam. Ana, Bu indi dəqiqə də lazım yox. idi də. İndi mağazada İşdən qalmışam, çıxa bilmirəm neynəməliyəm? axı. Tamam anne, çox sağ ol. Yenə də sağ ol. Kartını atarsan atarım. İşdən çıxandan sonra lazım olmadı, amma yenə də sağ ol. Təəssüf, yerindəcə bu dəqiqə 200 manat atsaydı 200 manat verəcəydim, amma yenə də mən 100 manata salmışdım, 100 ata bilmədim. Eyb yoxdur, anamın canı sağ olsun. Allah bütün anaları qorusun. Olmadı da. Amin inşallah. Yenə də əli boş yola salmaq heç istəməzdim. Təəssüf ki, səhifəni izləmisiniz. Əgər izləsəydiniz yerindəcə 100 manat. 100% izləməyə alacağam. Məncə siz də izləməyə alın, çünki hər an qarşınıza çıxa bilər. Mütləq siz də baxın, elə mütləq izləyin. Elə baxın siz də, çünki bu son deyil, yenə qarşınıza çıxa bilərəm.